Bu videoda Power Query'də istifadə olunan bəzi funksiyalar haqqında danışacağıq. Hansı ki, bu funksiyalar tez-tez istifadə olunur, lakin sadə funksiyalardır və buna görə də bunları birləşdirib bir video altında göstərəcəm. Datasetimiz artıq sizə tanışdır. Maşınlar haqqında olan bir datasetdir və ilk funksiyamız use first row as headers'dır. Bu nə edir? Bizim İlk sətrimizi sütun adı kimi təyin edir. Gördüyünüz kimi marka, model, il ilk sətirdədir və bu funksiyanı tətbiq etsək, həmin marka, model, il sütun adı kimi təyin olundu və bunun əksi də qarşıdakı işarəyə basırıq və use headers as first row. Bu da bizim sütun adlarımızı datasetin ilk sətri kimi göstərir. Məsələn, marka, model, il ilk sətrimiz oldu və sütun adları da kolon 1, 2, 3 və s. İndi bunu geri qaytaraq və digər funksiyaya keçirdək. Replace value nədir? Məsələn, rəng sütununu seçirəm. Məsələn, burada ağ. Həmin xananı seçib replace value basıram. Həmin seçdiyiniz xanadakı dəyər avtomatik birinci hissəyə yazılır. Yəni mən deyirəm ki, bu sütunda bu dəyərləri tap və buraya yazacağım dəyərlə əvəz et. Məsələn, ağ. Azərbaycan dilində yazılmasını istəyirəm və tətbiq edirəm. Bütün sütun üzrə dəyişikliklər icra olundu. Həmçinin sağ düyməni basıb da buradan replace value istifadə edə bilərəm. Əgər konkret xananı seçməsək, o zaman replace value seçsək, value to find hissəsində avtomatik olaraq dəyər görünməyəcək, biz yazmalı olacağıq. Daha sonra isə sort haqqında danışacağıq. Məsələn, marka sütununu seçirəm. Daha sonra A-dan Z-yə, yəni ascending kiçikdən böyüyəni seçirəm. Gördüyünüz kimi əlifba sırasına uyğun olaraq kiçikdən böyüyə düzülür. Əksini tətbiq etsək, descending, yəni böyükdən kiçiyə. Yenidən əlifba sırasına görə düzülür və sütuna tətbiq olunmuş sortu təmizləmək üçün bu hissəyə keçid edib clear sort edirəm. Daha sonra qiymət sütununa məsələn tətbiq etsək, ən böyük dəyər 45.000-dir. A-dan Z-yə etsək isə ən kiçik dəyər 18.000 kimi görünür.